Salam mənim əzizlərim. Davam edirik balıq burcu ilə. Bilirsiniz ki, fevral köhnə problemlər, yarımçıq söhbətlər, qərarsızlıqlarla başladı. Biraz yükü ağır olan bir aydır. Bu həftə sizin üçün daxili oyanış, yaradıcılıq həftəsidir. Hissləriniz intensivdir, intuisiyalarınız zirvədədir. Amma həddindən artıq həssassınız, həm də duyğusalsınız, emosional, yəni ki, partlayışlar ola bilər. Yəni dözümsüzlük ola bilər bu həftə. Daxildə çox həssassan. Hər kəsin enerjisini hiss edirsən. Hər şeyi yaşamalıyam hissi var. Realla xəyal arasında balans tapmalısan. Hər şeyi axına buraxmaq lazımdır. Spontan addımlar olmaz. Planlı olmamaq sizin üçün riskdir, təhlükədir. Siz bu həftə həm məntiqi, həm də intuisiyanı birləşdirməyə çalışmalısınız. Yoxsa bu sizi təhlükəyə ata biləcək. Sevgidə romantik, emosional əlaqələr ön plandadır. Subaysınızsa gözlənilməz tanışlıq və birinin diqqətini çəkmək mümkündür. Həddindən artıq nələrsə idealizə etməyin. Real gözləntilərə açıq olun. Məsələlərində gecikmə var. Sanki uğurlu olmur. Ani xərclər ola bilər. Planlar düzgün həyata keçmir. Böyük riskli addımlar olmaz. Yəni düyünə düşə bilər. İrəliləyiş yoxdur. Ani xərclər ola bilər. Karyerada yaradıcılıq, yeni layihələr, dəstək var. Amma böyük bir yüksəliş gözlənmir. Sağlamlıqda ayaqlar, stres. Sizdə bu həftə emosional göstərir. Emosional gərginlik ola bilər. Təmiz hava sizin üçün rahatladıcı olacaq. Xəbərdarlıq, xoşagəlməz dəyişikliklər etməyə çalışmayın. Özünüzü aşırı yüklənmiş hiss edirsiniz. Reallıqdan qaçıb xəyalların içində itmək həftəsi sizin üçün böyük riskdir. Həftənin mesajı balıqlara: hisslərini yaşa, amma xəyallara da aldanma. Bu həftə balıqlar, yəni ki, reallığa odaqlanmalıdır. Bu qədər mənim əzizlərim.